Salam uşaqlar. Salam. Oturun. Uşaqlar, bilirsiniz ki, sizin uğurlarınızın əldə olmasında müəllimlərinizlə yanaşı valideynlərinizin də çox böyük rolu vardır. Və biz bir çox məsələləri həll etmək üçün sizin valideynlərinizi iclasa dəvət etmək istəyirik. Onun üçün də gördüyünüz bu dəvətnamələri valideynlərinizə təqdim edərsiniz ki, iclasa gəlsinlər. Nuraylin, dəvətnaməni niyə götürmədin? Mənim atam gələ bilməyəcək. Niyə qızım? Müəllimə, mənim atam döyüşdədir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda düşmənlərlə mübarizə aparır. Arıxma qızım, İnşallah atan müharibədən uğurla geri qayıdar və bizim növbəti iclaslarımızda iştirak edər. Yaxşımı? Yaşasın Azərbaycan ordusu. Zəhra. Sağ ol. Sağ ol. Aslan ürəkdir. Tapşırıq yerinə yetirildi. Mərzu edir Ali Başkomandan İlham Əliyev. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Mənim bədənimin üzərində dağ kimi yaralar. Mənim Gəncədə yıxılan binalar, nə qədər qurban verdi oğullar. Bu vətənin uğruna qayğı keşanalar, düşmən leşləri qatarla daşınır. Vermədi nə dağını daşını, bil bu torpağın tarixi yaşını. Kızım. Biz hak yolundayıq. Bizim işimiz hak işidir və biz zəfər çalacağıq. Hörmətli valideyn, xoş gəlmişsiniz. Sizin gəlişiniz həqiqətən bizi çox sevindirdi. Çox sağ olun. Demək istəyirəm ki, qələbədən qayıtmışıq. Biz müharibədə uğurla əldə eləmişik. İnşallah və bundan gələcək günlərimiz də xeyirli, uğurlu olsun inşallah. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu